Heç olub ki, bir iş görmək istəmisən, amma çətinliklərlə qarşılaşacağından narahat olmusan? Məsələn, bir dostunu müdafiə etmək istəyirsən, amma başqaları buna qarşı çıxır. O an içində narahatlıq olur. Bəlkə tək qalaram, bəlkə uğursuz olaram. Amma Allah Qur'an-ı Kərimin Həc surəsinin 40-cı ayəsində möhkəm və gözəl bir vəd verir. وَلَيَنْصُرَنَّ اللّٰهُ مَنْ يَنْصُرُهُ اِنَّ اللّٰهَ لَقَوِيٌّ عَزِيزٌ Allah şübhəsiz ona yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir. Bu necə də gözəl və rahatladıcı bir vəddir, elə deyilmi? Allah bizə deyir ki, əgər sən mənim üçün və haqq yolunda hərəkət etsən, mən də mütləq sənə kömək edəcəm. Bu mənim sözüm deyil, Allahın vədidir. Elə İran-İraq müharibəsini xatırla. Bütün dünya Allahı tanımayan zülmkar düşmənə yardım edirdi. Lakin Allah mücahidləri qorudu və onlara kömək etdi. Ona görə də əgər dünyada bəzən çətinliklərlə qarşılaşırsansa, ya da doğru yolda tək olduğunu hiss edirsənsə, unutma ki, arxanda ən güclü və ən sevimli dayağın var. Allah. Allah kömək edəcəyini vəd edib. Kim Allahın gücünə mane ola bilər?